Studiyamızın qonağını dəvət edək. Real Partiyasının sədri Natiq Cəfərli bugün studiyamızın qonağıdır. Natiq müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Mən xahiş eləyəcəm ki, Sülh Şurasına daxil olan ölkələrin, artıq bu təklifi qəbul edən ölkələrin elə adları monitorda qalsın, onların üzərindən danışaq. Öz adımızı görürük, ölkəmizin adını görürük burada, bayrağımızı görürük. Azərbaycan üçün bu nə vəd edir? Sülh Şurasında biz indiki məqamda olmaqla hansı qapını önümüzdə açırıq? Sizdən eşidək. Əslində, gəlin birinci ondan başlayaq ki, bu ümumiyyətlə nə üçün bu ideya yarandı? Bu ideya ona görə yarandı ki, BMT artıq işlək bir struktur deyil. Yəni, BMT-nin işlək bir struktur kimi fəaliyyət göstərməməsinin acısını ən çox çəkən ölkələrdən biri Azərbaycan oldu. Vaxtilə 4 qətnamə qəbul olundu. Bu qətnamələrin heç biri yerinə yetirilmədi. Sonradan Azərbaycan dövləti öz gücü və öz siyasəti nəticəsində həmin o qətnamələri sanki icra elədi. Eyni Qəzza ilə də bağlı, başqa bölgələrlə də bağlı, dəfələrlə Ukrayna ilə bağlı, dəfələrlə qətnamələr qəbul olunub və bu qətnamələr icra olunmur. Artıq faktiki olaraq ölü bir qurumu reanimasiya etməkdənsə, onun işlək bir formata gətirməkdənsə, paralel bir strukturun yaranması qərarı yetişib. Və bu çoxdandır müzakirə olunan bir məsələdir. Bu yeni bir məsələ deyil. Sadəcə indi bunun artıq konturlarını biz görürük. 60-a yaxın ölkəyə dəvət gedib. Onların bir çox artıq dəvəti qəbul ediblər və çox güman ki, burada Azərbaycanın da adı olması o qurucu üyələr arasında, yəni onu yaradan bir dövlətlər arasında yer olması təbii ki, Azərbaycanın həm beynəlxalq çəkisini, həm nüfuzunu, həm müxtəlif problemlərə verə biləcəyi töhfədən xəbər verir. Yəni, Azərbaycanın orada olması, Türkiyənin orada olması, Qazaxıstanın orada olması, həm də Türk dünyasının orada olması, Türk Dövlətləri Birliyinin də orada təmsil olunması deməkdir. Və gələcəkdə əgər bu işlək bir quruma çevriləcəksə ki, bununla da bağlı hələ də şübhələr var. Yəni, bu yaxın zamanlarda bilinəcək, bir neçə ilə bəlkə də bu biləcək və uğur hekayəsinə bağlıdır yeri gəlmişkən. Əgər bu yeni yaradılmış qurum çox qısa zamanda, məsələn, Qəzzada bir insanların yaşaya biləcəyi bir... Onsuz da elə ilk olaraq Qəzza üçün nəzərdə tutulub. Əlbəttə, yəni orada bir uğur hekayəsi yarada bilsə, bu işlək bir mexanizm olduğu sübut olunsa, ondan sonra bunun qalmış və oturuşmuş bir quruma çevrilməsi ehtimalı var. Və orada demək olar ki, bütün ölkələrə dəvətlər gedəcək. Bundan sonra da gedəcək. Hətta Hindistana, Çinə, Rusiyaya da dəvətlərin getdiyi söylənilir. İndi kimin qəbul edib, kimin qəbul edilməyəcəyi sonraki mərhələdədir. Amma görünən odur ki, bugünə qədər, yəni 45-ci ildən sonra, 2-ci Dünya müharibəsindən sonra qurulan BMT-yə çox böyük ümidlər var idi. Dünyada müharibələr olmayacaq deyilirdi. Çox böyük ümidlərlə gözlənilirdi ki, artıq haqlı, ədalətli qərarlar veriləcək. Amma onların heç biri olmadı. Hələ həmin BMT-nin yaranmasından bir neçə il sonra Vyetnam müharibəsi oldu, sonra Koreya müharibəsi oldu. Son dövrlərə baxsaq, Azərbaycan ərazi bütövlüyü pozuldu. Gürcüstan ərazi bütövlüyü hələ də pozulub, 2 bölgəsi işğal altındadır. Ukraynada müharibə gedir. Rusiya demək olar ki, 20% Ukrayna torpaqlarını işğal edib. Yəni, harada işlədi bu beynəlxalq qanunlar? Harada işlədi BMT-nin yanaşması? Heç bir yerdə. Təəssüf ki, heç bir yerdə. Bəs deyirik indi ki, Qəzza məsələsində çox gözəl vurğuladınız ki, uğur hekayəsi olarsa işlək vəziyyətə keçəcək bu. Qəzzada deyək ki, özünü doğrultdu. Rusiyada, Ukrayna məsələsində, Rusiya-Ukrayna müharibəsində bu özünü doğrulda bilərmi? Axı Birləşmiş Ştatların bir mövqeyi var. Putinlə əlaqələri var Trumpın və təəssüflər olsun ki, artıq indiki mərhələdə bizim gördüyümüz odur ki, Trump Ukraynaya dəstəyini əlini çəkib. Yəni, bu halda nə qədər ədalətli ola bilər həmin qurum Ukrayna məsələsinə? Burada ədalət anlayışının artıq dünyada da dəyişdiyinin təəssüf ki, şahidi oluruq. Bəli. Yəni, bir ədalət qaydaları yoxdur. Bizim üçün bir ədalət var, başqa ölkələr üçün başqa ədalət var, başqa prinsiplər var. Ona görə də burada ədalətli yox, faktiki olaraq hamını razı sala biləcək və gələcəyə yönəlik inkişaf perspektivləri vəd edən qərarların alınmasını gözləmək lazımdır. Mən açığın Ukraynada da kiminsə indi durub Krımı geri qaytaracağı haqqında, 91-ci il sərhədlərinə çıxacaqları haqqında kiminsə danışdığını son aylarda görmürəm. Əvvəllər var idi. Əvvəllər prezident də danışırdı, siyasətçilər də danışırdı, ordu da belə bəyanatlar verirdi. İndi təəssüf ki, artıq reallıq ondan ibarətdir ki, nə Krımın geri qaytarılması, nə 91-ci il sərhədləri artıq müzakirə olunmur. Müzakirə olunan ondan ibarətdir ki, indiki şəraitdə Donbasda 5,8 min kvadrat kilometr ərazi qalıb. O ərazi üzərində ciddi mübahisə gedir. O məsələdə həll olunandan sonra münaqişə dondurulur. Həmin indiki atəş
yəni atəşin getdiyi, müharibənin getdiyi zolaqda və Ukraynaya bundan nə qazanacağı ilə bağlı vədlər, doğrudan əsil vədlər verilir. Ukrayna dəfələrlə aldadılıb. 94-cü ildə aldadıldı, Budapeşt, Buxarest sammitində aldadıldı, bundan sonra 2007-ci ildə aldadıldı, onları NATO-ya qəbul etməklə bağlı söz verdilər, sonra heç bir addım atmadılar. İndi elə bir qaydalar, elə bir belə deyək də, Ukraynanı razı salacaq qərarlar olmalıdır ki, Ukrayna inkişaf etmiş ölkələr sırasına daxil olsun. Yəni, ərazisini itirsə də müvəqqəti olaraq, Ukrayna mən düşünmürəm ki, barışacaq, düşünmürəm ki, razılaşacaq, amma müvəqqəti olaraq ərazisini itirsə də, heç olmasa inkişaf perspektivləri açılsın. Çünki Ukrayna qarşısında duran problemlər həddindən artıq dərindir. Çox böyük demografik böhran var, çox böyük köç var, 10 milyondan çox Ukraynalı ərazini tərk edib. Belə yanvardan bəri Rusiyanın hücumları nəticəsində bir fəlakət yaşanır Ukraynada, elə Kiyevin özündə. 600 min insan Kiyevi tərk edib, bir tək paytaxtı tərk edib. Yəni, ya ölkənin qərbinə, ya da Avropa ölkələrinə gediblər. Yəni, bunun üçün Ukrayna məsələsinin ədalətli həlli dedikdə nə başa düşülür məsələsinə aydınlıq gəlməlidir. Ukrayna üçün ədalət təbii ki, hamımız da istəyərdik ki, 91-ci il sərhədlərinə çıxmaq olardı, ərazi bütövlüyünün bərpa edilməsi olardı, amma təəssüf ki, bu reallığı bugün əks etdirmir. Gələk bu Sülh Şurasının orada müəyyən bir məbləği var idi ki, şuraya üzv olmaq üçün 1 milyard dollar ödənilməli idi. Bu, indi mi ödənilir, yoxsa müəyyən bir zamandan sonra mı ödənilir? Necə baş verəcək bu proses? Yox, orada bəzi doğrudan dünya mediasında ciddi bir qarşılıqlıq yarandı bu məbləğlə bağlı. İndi heç kim heç nə ödəmir. İndi hələlik heç bir ölkə heç nə ödəmir. Sonradan müəyyən layihələr olacaq. Məsələn, Qəzzanın bərpa layihəsi. Orada 10 milyon, 20 milyon, 30 milyon hansısa ölkələr yardımlar eləyəcəklər çox güman. Söhbət həmin qurumun qalıcı və oturuşmuş bir struktura çevrildikdən sonra daimi və qərar verən üzvlərindən gedir. Yəni siz daimi və qərar verici, səsvermədə iştirak eləyə biləcək bir üzv olmaq istəyirsinizsə, o zaman 1 milyard dollar ödəməlisiniz və həmin 1 milyard dollar münaqişə bölgələrinə sərf olunacaq. Yəni iyanə kimi toplanacaq. Bəli, bu həm Qəzzada, həm Ukraynada bərpa işlərində istifadə oluna biləcək bir məbləğdir. Bundan söhbət gedir. Biz özümüz də müharibədən əziyyət çəkmişik, dağıntılardan əziyyət çəkmişik və indi o yenidən qurma, bərpa, quruculuq işləri həyata keçirilir. Zamanla o bizə də tətbiq oluna bilərmi? Əlbəttə, amma Azərbaycan yaxın 3 ildə nəsə ödəyəcəyini düşünmürəm. Yəni, yaxın 3 ildə kimsənin nəsə ödəyəcəyini düşünmürəm. Müəyyən kampaniyalar olacaq. Bu 3 il də çox vacibdir. Niyə 3 il? Niyə 1 il yox? Niyə 5 il yox? 3 il Donald Trump'ın yerdə qalan müddətinə aiddir. Yəni, bugün, yəni dünən 1 ili tamam oldu və 3 ili qalıb. Və bu 3 il müddətində bu oturuşmuş bir quruma çevriləcəksə, uğur hekayələri yazılacaqsa, bu sonraki dövrdə artıq respublikaçıların növbəti namizədinin qalib gəldiyi təqdirdə oturuşmuş bir yeni, belə deyək də, çoxdan fantastik kitablarda da yazılan dünya hökumətinə sanki çevrilə biləcək bir quruma işarədir. Yəni, Amerika Birləşmiş Ştatları buna çalışır. Trump da bir funksiyadır, əslində bu şəxs deyil. Trump bir buldozerdir. Yəni, o sökməklə məşğuldur. Yerində nə tikiləcəksə, ondan sonraki dövrdə qərar veriləcək. Yəni, indiki dövrdə işləməyən institutların ayaqda qalmağının, belə deyək, məntiqsiz və çox bahalı olduğu üzə çıxır. Məsələn, BMT-nin bütün büdcəsinin 22,3%-ni Amerika Birləşmiş Ştatları verir. Rusiya cəmi 1,2%-ni verir. Çin təqribən 7%-ni verir. Amerika Birləşmiş Ştatları deyir ki, 5də birini mən verirəm, amma heç nə işləmir. Heç bir qurumu işləmir. Ona görə 64-65 qurumdan çıxdı bu yaxınlarda Amerika Birləşmiş Ştatları. Onun o böyük hissəsi də BMT-nin qurumları idi, beynəlxalq qurumları idi. Yəni, Amerika Birləşmiş Ştatları Trump'ın bütün epatajına baxmayaraq, incidici və, belə deyək də, insanları qəzəbləndirən ritorikasına baxmayaraq daha çox praqmatizm üzərində qurulub. Yəni, siz onun ritorikasından bəzi o insanı incidən cümlələri çıxardın, yerdə praqmatik cümlələr qalacaq. Yerdə praqmatizm qalacaq. Praqmatik addımlar atırsa Trump və o Sülh Şurası, niyə Fransa, İsveç, Norveç kimi ölkələr bundan uzaqda qalmağı hələlik üstün tutdular? Hələlik deyirəm çünki bilmirəm gələcəyi necə olacaq. Çox güman ki, onlar da gələcəklər. Çox güman ki. Fransanın durumu biraz fərqlidir. Fransa həmişə aşağılanırdı 2-ci Dünya Savaşından sonraki. Sənə SSR-i gətirdi, masada 30-durdu. Doğrudan da BMT qurulandan sonra o 5 daimi üyə, hansıların ki veto hüququ var, orada əvvəl heç 5 olması nəzərdə tutulmamışdı. Əvvəl orada Fransa ümumiyyətlə yox idi layihədə. Çünki Fransa məğlub olmuş ölkələr siyasındadır. O məşhur bir tarixi hekayə var. Almanlar
kapitulyasiya aktına imza atanda ayın 8-də Alman generalı imza atanda Fransız generalını da görür. Amerikanlara və Ruslara çörür ki, biz bunlara da mı uduzduq? Yəni sizə uduzduq, başa düşdüm, bunlara da mı uduzduq? Yəni bax, bu kompleksi var idi Fransanın. İndi BMT-də belə bir vacib mövqeyə malik olan Fransa, əgər BMT-nin alternativi yaradılırsa, orada eyni mövqeyə malik olmayacaq axı. Bu bir. İkincisi, Fransa digər Avropa dövlətlərindən fərqli olaraq özünün suveren nüvə triadasına malik yeganə dövlətdir. Həm dəniz, həm hava, həm də kosmik tədqiqatlara görə və nüvə silahına görə suverenliyi və ən vacibi isə nüvə düyməsi öz əlində olan yeganə dövlətdir. Məsələn, Britaniyanın da nüvə silahı var, amma onun nüvə düyməsi öz əlində deyil. O, Amerika Birləşmiş Ştatlarının nəzarətindədir. Yəni, Fransanın bu anlamda haradasa başa düşmək olar ki, mövqeyini itirəcək. Yəni, indi dünyada 5 ölkədən biri sayılır, 5 daim üzvdən biridir, amma gələcəkdə qurulacaq qurumda hansı mövqedə olacaq, hansı yerdə olacaq, onu indidən kəstirmək çətindir. İtaliya ilə bağlı, sizin siyahıda İtaliyanın adı var idi. İtaliya ilə bağlı son məlumat ondan ibarətdir ki, Meloni çox güman ki, qoşulacaq. Belə bir açıqlama onun tərəfdarları tərəfindən verildi. Norveç və İsveç, Britaniya və Fransanın, belə deyək də, çox ciddi təsir altındadır. Əsasən də Britaniyanın təsiri altındadır. Yeri gəlmişkən Britaniya da tam razılığını verməyib. Amma konkret olaraq rədd etməyib, amma razılığını da verməyib. Mənə elə gəlir ki, Britaniya razılıq verən kimi Norveç və İsveç avtomatik olaraq o razılığı verəcəklər. Amma Fransa daha müstəqil durmağa, mövqe göstərməyə çalışır. Bəlkə də indi Trumpla Makronun münasibəti də, şəxsi münasibətlər də burada çox rol oynayır. Xüsusilə də son açıqlamalar, əvvəldə də qeyd etdiyim kimi Trumpın Makronun mesajlarını ifşa etməsi. Amma ondan əvvəldə Makron onun video görüntüsünü, telefon danışığının video görüntüsünü yaydı. Hər ikisi də diplomatik çərçivəyə sığmırdı və qeyri-etik idi. Xüsusilə də amma Trumpın açıqlamaları bugün diqqət çəkdi və Fransanı kifayət qədər alçaltmağa çalışırdı. Bəli, alçaltdı və hətta Makron da bir məsxərəyə qoydu ki, eynəklə çıxmışdı, onun gözünə nəsə olub da belə bir sual da verdi ki, yəni hansı ki, amma Makron da Trumpı ələ salmağa çalışırdı. Yəni aralarında soyuq müharibə gedir sanki. Buna səbəb nə oldu? Buna səbəb Makronun gələcək siyasi karyerada özünə yer tapmaq cəhdləridir. Makronun ən böyük arzusu, bilir ki, az qalıb. Doğrudan da reytingi bərbad vəziyyətdədir, 12%-dir Fransada. Gələn ilin may ayında seçkidir. Yəni bir seçki nöqteyi nəzərindən heç nə, bir il qalıb təqribən. Elə Trumpın ötən gün bir açıqlaması da var idi ki, o gedəcək. Çox güman ki, ola bilər ki, hətta doğrudan da vaxtından əvvəl seçkilərdə olsun Fransada. Belə bir ehtimal da var. Çünki artıq səhv eləmirəmsə, ya 4 dəfə, ya 5 dəfə hökumət düşüb parlamentdə. Hökumətin əleyhinə səs vermələr olub. İndi müvəqqəti koalisiya və azlıq hökumətidir Fransada. Çoxluq hökuməti də deyil. Yəni, Makronun gələcəkdə gənc insandır, siyasi nöqteyi nəzərdən, yaşı çox azdır, yəni siyasətçi nöqteyi nəzərdən. Bəs yenidən seçilmə şansı varmı? Yox, Fransada namizəd olmayacaq, çünki 2 dəfə olub artıq prezident, yəni onun ümumiyyətlə belə bir qanunda icazəsi də yoxdur. Makronun ən böyük arzusu Avropa Birliyinin müdafiə naziri olmaqdır. Yəni, indidən bu maço görüntüsü verməklə, yəni özünü qoruyucu, Qırlandiyanın qoruyucusu, Avropanın qoruyucusu kimi göstərməklə yeni yaradılacaq qurum, hansı ki bu il təsis olunacaq, yəni Avropa Birliyinin özünün hərbi nazirliyi və hərbi doktrinası yaradılır. Və Makronun ən böyük arzusu, ən böyük arzusu odur ki, indi bax bu Amerikaya mən sinə gəlirəm, mən müqavimət göstərirəm, Merz 12 əskər göndərmişdi, gecə ilə geri qaytardı əskərlərini, çəkindi Amerikadan, amma mən çəkinmirəm, hətta Qırlandiyada mən indi hərbi təlimlər keçirməyə hazırlaşıram. Bu mesajları verməklə daxili auditoriya oynamır. Zaten Fransada itirib o daxili auditoriya. Həm dayaqlarını itirib, həm də seçkilərdə onun iştirak eləməyi mümkün deyil. Heç onun partiyasının da iştirak eləməyi mümkün deyil. Çünki həddindən artıq aşağı reytinqə malikdirlər. O özünü Avropa Birliyinə hazırlayır və Avropa Birliyinin bütövlüyünü qorunması həm də şəxsi maraqlarından irəli gəlir. Yəni, Avropa Birliyi zəifləyərsə, dağılarsa, ən pis ehtimalda da o haranın müdafiə naziri olacaq? Harada o rəhbər şəxs olmağa cəhd eləyəcək? Heç harada. Ona görə də Makronun son davranışları,
Əgər danışılmış oyun deyilsə, bu da ehtimallar da var. Bunu bəli, çox gözəl vurğuladınız, çünki bu ehtimalda səsləndirənlər var. Bunu əgər deyilsə, özünü Avropa Birliyinin gələcək Müdafiə Nazirliyi qoruyucusu balaca Napoleonu kimi görmək istəyir və elə aparmağa çalışır. Ən azından özünü elə təqdim eləməyə çalışır. Qrenlandiya məsələsinə gələk. Trumpın çox maraqlı bir açıqlaması var idi ki, mən bir parça buz istəyirəm, mən Qrenlandiyanı istəyirəm, Qrenlandiyanın satını alacağıq. Biz dərhal Qrenlandiyanın alışı ilə bağlı danışıqlar aparacağıq, dedi. Qrenlandiya niyə bu qədər önəmlidir Trump üçün və əgər bu qədər əhəmiyyətli bir bölgədirsə, niyə onu kiçik bir buz parçası kimi təqdim edir? Mən ancaq buz parçası istəyirəm. Yəni, gəlin biraz tarixinə qayıtsaq, bu 3-cü prezidentdir ki, Amerika tarixində Qrenlandiya məsələsini qaldırır. Bəli. Yəni, bu ilk deyil, ya Trumpın da, belə deyək də, yatıb yuxusunda gördüyü bir məsələ deyil. 19-cu əsrdə də bu məsələ qalxıb, 40-cı illərdə müharibədən sonra da bu məsələ qalxıb və indi də yenidən bu məsələ qaldırılır. Deməli, orada bir məntiqi ardıcıllıq və məntiqi bir yanaşma var. Gəlin indiki dünyada Qrenlandiyanın mövqeyinin 2 milyon kvadrat kilometrlik o balaca dırnaq içində balaca buz parçasının 2 milyon kvadrat kilometrdir. Yeri gəlmişkən, dünya ölkələrinin bir 90%-dən böyükdür onun ərazisi. Yəqin qınağa tuş gəlməmək üçün kiçik buz parçası kimi qiymətləndirilir. Amma onu da əsaslandırmağa çalışdı ki, orada müəyyən haqlılıq payı var. Yenə təkrarəmi, Trumpın o rəncidə edici ritorikasını çıxartsaq mətndən, yerdə qalan rasional fikirlər var ki, 80 ildir biz Avropanı qoruyuruq, trilyonlarla pul xərcləmişik, doğrudan da elədir. Avropanın təhlükəsizlik çətiri Amerika Birləşmiş Ştatlarıdır, onlardan asılı olub həmişə və öz təhlükəsizliyinə pul xərcləməyiblər. Ümumdaxili məhsulun cəmi 1%-ni hərbiyə xərcləyirlər, indi 5%-ə qaldırırlar Trumpın tələbi ilə. O zaman da əldə hərbi xərclərə yönətmədikləri vəsaiti sosial məsələlərə yönətdilər. Yəni, Avropalıların yaxşı yaşamağına səbəb Trump deyir ki, biz sizi qorumasaydıq, siz hərbiyə çox pul xərcləyəcəydiniz. İndi Alman dilində danışırdınız. Və ya Alman, ya Yaponca danışırdınız və sizin də iqtisadiyyatınız bu qədər inkişaf eləyə bilməyəcəkdir. Sosial həyatınız bu qədər güclü olmayacaqdır. Biz 80 ildə 50 trilyon, doğrudan da bu rəqəm mövcuddur, 50 trilyon dollar sizin təhlükəsizliyinizə pul vermişik. İndi də sizdən balaca bir buz parçası istəyirəm, onu da mənə çox görürsünüz. Rusiya çox görmür deyəsən. Sergey Lavrovun bir açıqlaması var idi. İcazənizlə bu Qırımla müqayisə elədi. Qrenlandiyanın əhəmiyyəti haqqında bir-iki cümlədə deyim. Çünki bir çox hallarda insanlar orada ancaq nadir metallardan, neftdən, qazdan danışırlar. Bu da var, bunun da əhəmiyyəti var təbii ki, Amerika üçün, amma ən böyük səbəbi Qrenlandiyanın hazır soyuducu olmasıdır. Dünyada indi ən vacib məsələ süni intellektlə işləyən data mərkəzlərinin 90 dərəcəyə qədər qızmasından gedir. O avadanlıqlar çox kəskin şəkildə qızırlar. Onları soyutmaq lazımdır. O soyutmaq üçün də ya böyük enerji tələb olunur. Zaten süni intellektin data bazaları üçün çox böyük enerji mənbələrinə ehtiyac var. Bunun üstünə bir o qədər də onları soyutmaq üçün yeni avadanlıqlara və yeni belə deyək də soyuducu avadanlıqlara ehtiyac var. Siz onu Amerika ərazisində eləsəniz, sizin 2 qat xərciniz çıxacaq. Amma Qrenlandiya hazır soyuducudur. Yəni orada heç əlavə vəsait də ehtiyac yoxdur. Orada buz mağaraları var və Amerikanlar bu yaxınlarda oraya ekspedisiya eləyəndə heç də hərbi nöqteyi nəzərdən baxmırlar. Çünki Qrenlandiyanı hərbi nöqteyi nəzərdən almaq doğrudan da 1 saatlıq əməliyyatdır Amerika üçün. Orada həmin o mağaralara baxdılar və onun mağaraların hazır, yəni süni intellektin data bazalı, tək süni intellektin yox, böyük o big texnoloji şirkət və böyük texnoloji şirkətlərin özlərinin data bazasına ehtiyac var. Və onların həmin o data bazaları Qrenlandiyada yerləşdirilməsi həddindən artıq ucuz başa gəlir onlara. Yəni hazır soyuducudur, il boyu mənfi temperatur var. Onları ayrıca soyutmaq üçün elektrik enerjisinə, əlavə vəsaitə, əlavə yatırımlara ehtiyac yoxdur və həm də ki şirin su mənbəyidir. Yəni 2050-ci ildə dünyada əgər Allah göstərməsə müharibələr olacaqsa şirin su uğrunda olacaq. Nə neft üçün yox, nə qaz üçün yox. Bax bunlara hazırlıq gedir. Qrenlandiya həm də bunun üçün lazımdır. Hərbi nöqteyi nəzərdən doğrudan da əgər Amerika Birləşmiş Ştatlarının dünya xəritəsinə baxsaq və Amerika Birləşmiş Ştatlarının ərazisinə baxsaq, Qrenlandiya Kanada ilə üzbəüzdür də, yəni obrazı desək, orada doğrudan da hava hücumundan müdafiə qüvvələri üçün böyük boşluq var. Kanadanın elə bir gücü yoxdur. Kanadanın hava hücumundan müdafiə etmək üçün heç bir gücü, infrastrukturu yoxdur. Ancaq NATO-ya bağlıdır. NATO da Amerika Birləşmiş Ştatlarıdır. 67% NATO-nun büdcəsini Amerika Birləşmiş Ştatları təmin edir. Yəni o nöqteyi nəzərdən, əgər doğrudan da orada hava hücumundan müdafiə qüvvələri yerləşəcəksə,
Bu Amerikanın təhlükəsizliyində, o cümlədən elə Kanadanın da təhlükəsizliyində mühüm rol oynayır. Gələk Lavrov məsələsinə. Mənə elə gəlir ki, Qırlandiyanın məsələsində sevinən bir tək Rusiya deyil, həm də Çindir. Çünki sabah Çin də deyəcək ki, Tayvan mənim həyata əhəmiyyətli məsələmdir, mənim təhlükəsizliyimin bir parçasıdır. Tayvan olmasa mən özümü qoruya bilməyəcəm, mən də Tayvanı götürürəm. Həmin məntiqlə. Eyni şey də Lavrov dedi ki, Krım bizim üçün həyata əhəmiyyətə malik idi, təhlükəsizliyimiz üçün açar bölgə idi, coğrafiya idi. Ona görə də biz oranı götürdük. Yəni, əgər, belə deyək, qlobal bir anlaşma varsa, buna Ankorij anlaşması deyirlər, başqa anlaşmalar da deyirlər və Çin, Amerika Birləşmiş Ştatları və Rusiya bu qlobal anlaşmada hələnin öz payını alması məsələsi həllini tapacaqsa, başqa ölkələrin buna müqavimət göstərmək şansı demək olar ki, yoxdur. Bu həm məsələnin belə faciəvi tərəfidir, həm də real politik tərəfidir də. Bu günə qədər biz belə xülyalarla yaşamışdıq ki, dünyada doğrudansa hardasa bir ədalət var, dünyada beynəlxalq hüquq var, beynəlxalq hüquq çalışıb, heç vaxt olmayıb. 5000 il insanlıq yazılı tarixini götürsək, heç vaxt beynəlxalq hüquq anlayışı, belə ədalətin qalib gəlməsi güc olmadan anlayışı ancaq əfsanələrdə və nağıllarda olur. Təəssüflər olsun ki. Natiq müəllim, siz burada olmuşkən bir maraqlı karikaturamız da var. Mən xahiş eləyəcəm onu əməkdaşlarımızdan ki, monitora təqdim etsinlər. Karikaturanın zəhmət olmasa. Bəli, günün karikaturasını Natiq müəllimin şərhində eşidək bugün. Trump deyir ki, mənə Qırlandiyanı verin, yoxsa sülh quşunu artıq yeyəcək. Necə fikirləşirsiniz? Göyərçini yemək üzrədir Trump. Necə oxuyaq bu karikaturanı? Trump haqqında bu günlərdə süni intellektin, belə normal rəssamların çəkdiyi o qədər karikaturalar çıxır ki, insan doğrudan da bir tərəfdən buna sevinir ki, insanlıq hələ yumor hissini itirməyib. Hələ də bu stres vəziyyətdə gülə bilirik, nəyisə gülməyə çalışırıq ən azından, ironiya ilə qarşılamağa çalışırıq. Amma bu Trump'ın da istədiyi budur. Trump da bunu istəyir. Trump da istəyir ki, bunun qeyri-ciddi açıqlamaları gündəm olsun. O məşhur... Yəni, həm də şou... Bəli, onun tarixi odur. 16 il televiziyada şou aparıcısı olub da. Həm də başqa bir şey var da, o məşhur Fox ustaları həmişə sağ əlindən nəsə göstərirlər. Hamının diqqəti sağ ələ cəlblənir, amma sol əlindən nələrsə eləyirlər. Trump'ın bugün göstərdiyi şou bundan ibarətdir. O sağ əllə göstərir. Bəlkə doğrudan da Qırlandiya haqqında bu qədər gərginliyi yaradıb, 3 gündən sonra Kuba məsələsini həll elədi. Bəlkə İran məsələsini həll elədi. Heç kim bilmir. Amma doğrudan da Kuba artıq həll olunmuş demək olar ki, məsələdir. Bəs İran qısa bir cavab xahiş eləyəcək. İranla bağlı... Çünki Çinin də hərbi təyyarələri eniş etdi İrana. Bəli, İranla bağlı məsələ budur ki, İran artıq dəyişib. Sadəcə onun rəsmiləşməsi zaman və çox təəssüf ki, qan hesabına başa gələcək. Çünki oradakı rejimin ayaqda qalmağı, uzun müddət belə çox ciddi şəkildə müqavimət göstərməyi mümkün deyil. Çünki o səbəblər aradan qalxmayıb. Səbəblər iqtisadidir. İranın o boyda ölkənin, 90 milyonluq ölkənin büdcəsi eyni sayda əhaliyə malik olan qardaş Türkiyənin büdcəsindən 9 dəfə azdır. 9 dəfə. Yəni orada iqtisadi problemlərdir insanları narahat eləyən. Artıq o rejim onu həll eləyə bilməyəcəksə, o sistem onu həll eləyə bilməyəcəksə, deməli o dəyişəcək. Sadəcə bu dəyişimin rəsmiləşməsi bəlkə də biraz zaman aldı. Minnətdaram Natiq müəllim, ətraflı şərhiniz üçün, maraqlı şərhiniz və proqnozlarınız üçün.